Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Azərbaycan Ukraynaya humanitar yardım göndərib. Oxu.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Gusev öz X hesabında paylaşım edib. Yardım Ukraynanın Xarici İşlər Naziri Andrey Sibikanın Warmth for Ukraine, Ukraynaya istilik təşəbbüsü çərçivəsində regionlara yola salınıb. Azərbaycan dövləti və təşkilatları tərəfindən bağışlanan Yeni Enerji Daşıyıcıları Partiyası Ukraynaya istilik təşəbbüsü çərçivəsində Ukraynaya göndərilir. Dəstəyi üçün Azərbaycana təşəkkür edirəm. 17 generator, 4 elektrik stansiyası, 3 istilik silahı deyə paylaşımda bildirilib. Qeyd edək ki, Azərbaycan bir neçə dəfə Ukraynaya humanitar yardım göndərib və sonuncu humanitar yardım yanvarın 27-sində həyata keçirilib.